Siz mənə qüvvənin tərkib komponentlərini deyin. Bilmirəm Tərkib kimə deyirsiz. Hə, komponenti bildim. ümumi qüvvə, qüvvə dözümlüyü. Aha, qüvvənin tərkib ümumi qüvvədir, bir də qüvvə dözümlüyüdür. Qüvvə ilə əlaqəli olan hərəkət qabiliyyətləri hansılardır? Sürət, güc. Sürət, gücdür. Aha, qüvvənin əlverişli yaş dövrü. 12-18 yaş. İşin görüldüyü vaxt olan nisbətlərə nə deyirlər? Güc deyirlər. Aha, güc deyirlər. Bəs xarici müqavimət dəf etmək ona qarşı dayanmaq bacarığı nə adlanırdı? Qüvvədir. Qüvvə adlanırdı. Oynaqların Müxtəlif. aha, bəqin kifayət qədər olmaması nəyi çətinləşdirirdi? Koordinasiya. Koordinasiyanı. Bəqə mənfi təsir göstərən hər iki qabiliyyət hansıdır? Qüvvə qabiliyyəti. Qüvvədir. Latent dövr, gizli dövr adlanan sürətin hansı komponentidir? Bu reaksiya. Reaksiya tezliyidir. İdmançının əldə edə biləcəyi ən yüksək sürət nə adlanırdı? Maksimal sürət. Maksimal qaçış sürəti olurdu. Mailli qaçış yolunda sürətlənmələrlə startlar nəyə aiddir? Maksimala aid. Sadəcə mailli qaçış yolunda startlar desə, Bu reaksiya. reaksiya olacaqdı. Reaksiya nə zaman öz təsir qüvvəsini itirəcəkdi? Komanda veriləndən sonra. İri oynaqları əhatəli, aha, iri oynaqları əhatəli hərəkətlər ümumi bəq adlanırdı, yoxsa xüsusi? Bu müəllif ümumidir. İri oynaqları əhatə edənlər ümumi adlanırdı. Hər hansısa bir hərəkətlərin maksimal amplitudada yerinə yetirilməsi bəs? Bəq. Bu xüsusi bəq, xüsusi bəq adlanırdı. Dayaq hərəkət aparatının genetik xüsusiyyətlərindən asılı olan hərəkət qabiliyyəti hansı idi? Bəq idi. Bəq idi. Aha. Yaxşı, qüvvə bəqə mənfi təsir göstərdi, müsbət təsir. Mənfi təsir göstərir. Bəqi inkişaf etdirmək üçün istifadə olunan vasitələr neçə qrupa bölünürdü? Fəal, qeyri-fəal. Dinamik, statik, qarışıq 3. Aha. Dinamik, statik. Bəs yaxşı, bizə sual düşdü ki, diqqətlə dinləyin müəllim. Bizə sual düşdü ki, nə dərik də Allah. Hə, ümumi təhsil məktəblərində qüvvənin hansı təzahür formasından daha çox istifadə olunur? Maksimal. Ümumi təhsil məktəblərində maksimaldan. Yaxşı, maksimum qüvvə sərf edərək itələmə və itələnmə qüvvənin hansı növünə aiddir? Təkan qüvvəsi. Təkan qüvvəsidir. Xarici müqavimət dəf etmək ona qarşı dayanmaq bacarığı nə adlanırdı? Qüvvə. Qüvvə. Təşəkkürlər müəllim. Tərif. Bəli.